Salam uşaqlar, bugün cimlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Tak, gəlin başlayaq. Yaxınlaşdırın. Suallarımızı leksika, значение слов, deməli, leksikadan söhbət gedəcək, yəni sözün mənası. Так, первое. Какое из выделенных слов употреблено в переносном значении? Burada deyir ki, hansı deməli sözlərdən məcazi mənada verilibdir. Yəni переносное, məcazi deyirik də biz. Так, gəlin baxaq. Железное ведро, yəni dəmir vedrə, o var. Железный гвоздь, dəmir mismar burada həqiqi, yəni в прямом смысле də. Железные ворота, məsələn, dəmir qapılar deyirik. Железная кровать, dəmir çarpayı. Amma железная воля, yəni dəmir iradə. Əlbəttə ki, burada B variantını seçirik biz. Какое из выделенных слов употреблено в прямом значении? Прямое, həqiqi mənada olan. Переносное, məcazi məna. Прямое, həqiqi məna. Uşaqlar, yadınızda saxlayırsınız. Железное сердце, burada dəmir ürək. Железная цепь. Bax, məsələn, железное сердце, dəmir ürək demişik də, bu məcazi mənada, dəmir ürək olmur axı, düzdürmü? Sonra, железная цепь, dəmir zəncir deyə bilirikmi? Əlbəttə ki, bu prямое, yəni zəncir dəmirdən olur da. C variantını burada həqiqi mənada olan. Çünki железная рука, dəmir əl olmur axı. Железный xarakter, məsələn, dəmir xarakter, dəmir iradə. Bu hamısı məcazi mənada verilibdir. 3-də. Какое из выделенных слов употреблено в прямом значении? Həqiqi mənada olanları seçirik. Добрая улыбка, mehriban bir təbəssüm. Дверная цепочка, qapı zənciri. Тяжелый xarakter, ağır bir, çətin xarakterdir. Железные нервы, dəmir bir sinirlər deyirik də. Кислый вид, bir tuş görünüş, yəni deyirik də, məsələn, üzündən zəhrimar yağır deyirik də. Кислый вид, bax, odur da, o mənada verilibdir. Deməli, biz həqiqi, в прямом значении deyə seçiriksə, əlbəttə ki, burada дверная цепочка. Дальше. 4-də. Какое из выделенных слов употреблено в переносном значении? Burada məcazi mənada. Мировая культура, dünya mədəniyyəti. Ondan sonra новая программа, yeni bir proqram. Зимний вечер, qış axşamı. Умный человек, ağıllı insan. Və тяжелый день, ağır gün. Deməli, bizə də lazımdır hansıdır? Məcazi mənada verilən. Düzdürmü? Deməli, тяжелый день, ağır gün. Так. 5-е. Какое из выделенных слов употреблено в переносном? Məcazi mənada olan. Добрый человек, mehriban bir insan. Тяжелый взгляд, sərt bir görünüş, baxış. Deyək, старинная монета, bir köhnə bir pul. Зимнее пальто, qış paltosu və золотое кольцо, qızıl üzük. Bizə də məcazi mənada lazım olan lazımdır, uşaqlar. Ona görə də тяжелый взгляд, ağır bir baxış. Какое из выделенных слов употреблено в переносном значении? Burada da yine переносное значение, məcazi. Так, высокие мысли. Так, высокие у нас мысли тут. Yüksək fikirlər də desək, belə deyək də, мысли. Ondan sonra дальше. Старинные дома, köhnə evlər, заботливая мать, qayğıkeş ana, контрольный диктант. Diktantda da контрольный диктант, yəni свежее молоко, təzə süd və məcazi mənada olan burada высокие мысли. Дальше. Укажите слово с отрицательным значением. Burada mənfi mənalı bir sözü göstərməliyik. Решительный, həll edici, məsələn, жестокий, qəddar, остроумный, hazır cavab, удивительный, heyrətamiz,
və interesli, maraqlıdır. Və bizə отрицательный deyir, mənfi olan sözü seçməliyik biz buradan. Əlbəttə ki, жестоки, qəddar. 8-də в переносном значении употреблено выделенное слово в словосочетании. Переносном, yəni məcazi mənada verilən. Şolkovое платье, ipək paltar, şolkovые волосы, ipək saçlar, şolkovая нитка, ipək sap, şolkovые чулки, ipək corablar və şolkovая ткань, ipək parça. Bizə də, bir də deyirəm, переносное значение, yəni bizə burada məcazi mənada olan, əlbəttə ki, şolkovые волосы. Дальше. Какое из выделенных слов употреблено в переносном значении? Burada da məcazi mənada olan, uşaqlar, şərhi çox diqqətlə oxuyun. Сладкий сон. Сладкий сон, şirin yuxu deyirik. Золотое кольцо, qızıl üzük, новый монитор, yeni monitor, холодный ветер, soyuq külək, темные обои, tünd rəngdə olan divar aboylardır. İndi bizə məcazi mənada lazımdırsa, biz əlbəttə ki, sladkий сон, şirin yuxu deyə A variantını seçirik. Davam edək. Tak, 10-cu sualımız. Kitaba qoyum ki, sizə də görünsün, uşaqlar. Так, deməli, burada какое из выделенных слов употреблено в переносном значении? В переносном значении, yəni məcazi mənada. Так, трудная задача, çətin bir məsələ. Ondan sonra железная дверь, dəmir qapı, новый процессор, yeni prosesor, холодный взгляд, soyuq baxış, образованный человек, savadlı insan ya da savadlı adamdır. Və bizə məcazi mənada lazımdırsa, əlbəttə ki, biz bilirik ki, холодный взгляд deyə B variantını seçirik. В каком словосочетании выделенное слово употреблено в переносном? Burada da məcazi mənada olan. Громкий процесс, güclü bir prosesdir. Громкий крик, güclü qışqırıqdır. Громкий звук, yüksək bir səsdir. Громкий голос, yüksək bir, bu da səsdir, yəni zvuk, səs. Громкий выстрел, yəni yüksək atışda, belə deyək, выстрел. Əlbəttə ki, biz onda громкий процесс, переносный. Так. В каком словосочетании выделенное слово употреблено в переносном? Burada da məcazi mənada. Холодный взгляд, soyuq baxış, холодный день, soyuq gün, холодный ветер, soyuq külək, холодный чай, soyuq çay, холодная zima, soyuq qış. Əlbəttə ki, холодный взгляд. A variantını biz burada seçirik. 13-də. В каком словосочетании выделенное слово употреблено в переносном значении? Burada da məcazi mənada olan. Теплый дом. Теплый дом, isti ev. Теплый şarf, isti şarf. Məsələn, ondan sonra теплая кофта, isti kofta deyirik. Теплые сапоги, burada da isti çəkmələr. Və теплая встреча, isti qarşılamada, belə deyək. Теплая встреча deyiriksə, əlbəttə ki, burada biz 13-də D variantını seçirik. Məcazi mənada verilibdir. Укажите слово с положительным значением. Yəni, burada положительно müsbət mənalı bir sözü axtarırıq. Gəlin, baxaq. Неудача, uğursuzluq, jadность, xəsislik, хитрость, hiləgərlik, agresiya, yəni agresiya və храбрость, bu cəsarət. Əlbəttə ki, C variantıdır. 15-də укажите слово с положительным значением. Положительное buradadır. Deməli, müsbət. Отрицательное mənfi, отрицательное da demişik. Положительное, yəni müsbət. Так, мужество. Мужество başqa sözlə, yəni cəsarət deyə bilərik. Дальше. Ondan sonra так, неудача, uğursuzluq, ложь, yalan, egoizm, несчастье da bədbəxtçilikdə, yəni. Burada da biz положительное olursa, deməli, мужество, A variantını seçirik. Какое из выделенных слов употреблено в переносном значении? Переносное, məcazi mənada olan. Gəlin, baxaq. Глубокое впечатление, dərin təəssürat. Мировая культура, dünya mədəniyyəti. Активный участник, fəal bir iştirakçı.
Интересная игра, maraqlı oyun ve современные texnologiya, müasir texnologiyalar. Bizə də переносном значении deyə istəyirsə, onda əlbəttə ki, biz глубокое впечатление deyə A variantını seçirik. Дальше. 17. Какое из выделенных слов употреблено в переносном значении? Переносном. Burada da məcazi mənada hansı verilib? Genialный художник, belə deyək də, unikal bir rəssam, aktualная tema, aktual bir mövzu, народные tradisiya, xalq adət-ənənəsidir, zолотые руки, qızıl əllər və длинная веревка, uzun kəndir. Və burada переносное значение deyiriksə, əlbəttə ki, biz zолотые ruki. Zолотые ruki yəni kimə deyilir? Ustada, yəni əlindən hər bir iş gələn ustanın əlindən ya da insanın deyirlər ki, onun qızıl əlləri var da, belə hər şey bacarır deməkdir. Так, dальше. Какое из выделенных слов употреблено в переносном? Burada da məcazi mənada hansı verilibdir? Большой успех. Большой успех, böyük bir uğur. İnastranный student, xarici bir tələbə. Kompüterная программа, kompüter proqramması. Samoстоятельный rебенок, müstəqil bir uşaq. Vejливый человек, nəzakətli insan. Və bizə məcazi lazımdırsa, əlbəttə ki, biz большой успех A variantını seçirik. Və 19-da какое из выделенных слов употреблено в переносном значении? Burada da məcazi mənada deyir. Так, международная организация. Международная, yəni beynəlxalq bir təşkilat da deyək belə. Здоровый интерес, sağlam bir maraq, любознательный человек, hər şeylə maraqlanan insan, внимательный ученик, diqqətli bir şagird, известный rejissor, məşhur rejissor. Və bizə məcazi deməli lazımdırsa, biz bilirik ki, здоровый интерес deyə biz B variantını seçirik. Belə uşaqlar, videoların davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Sağ olun, görüşərik.